Vaxtını planla ki, Allah vaxtına bərəkət endirsin. Plan qur, lakin bu planı vacib olacaq bir şey kimi təyin etmə. Əksinə, bu vəziyyətə görə dəyişir. Bəzən elə zaman olur ki, fəziləti az olan bir əməl sənin etməyini planladığın fəzilətli əməldən o an üçün daha xeyirli olar. Amma özünü düzənə sal, əməllərini tərtib et. Nəbi sallallahu aleyhi və səlləm demişdir, Allaha ən sevimli olan əməl az belə olsa, lakin davamlı olan əməldir. Özün üçün bir saat təyin et ki, onda Allahın kitabını oxuyasan. Başqa bir saat Resulullahın sallallahu aleyhi və səlləmin hədislərini oxuyasan. Digər bir saat Quranın mənası haqqında təfəkkür et, hədislərin mənaları haqqında. Yenə bir saat gün ərzində nə etdiyini və nəyi tərk etdiyini düşünəsən. Özünü qaydaya sal ki, Allah günlərinə və saatlarına bərəkət versin.